Təbriz bazarının ya dib bucağı, Məşrutə bazarının dalısı, bir dənə məscid var. Adın bilmirəm hələ niyə Çahar qəbri ha qoyublar, çox cəlibdir. Yəni dörd qəbirlər hamı tanıyır da. Bura kim eləyib Çahar qəbr. Bir dənə böyük əsərimiz var ki, məzlum qalıbdır. Gəlin gedək bir qoymurlar içəriyə. Buradan məcbur oldum gələn film götürəm. 4 qəbirlər ya 4 minar, Çahar minar farsını eləyiblər. Səlcuqi zamanına aid olan bir dənə böyük əsərdir ki, böyük şahların qəbridir. Buradan qəşəng görüşmür, gəlin gedək məscidin içinə. Təbrizin dəyərli binalarından biri bu cür bazarın dib bucağında məhbus qalıbdır. 800 ildən çox xidməti olan 4 minar ya 4 qəbirlər ki, Səlcuqi zamanına aiddir və böyük şahlar deyirlər burada yatıb. Ağqoyunlu şahlarla, Rəvadılar şahlarla və 2-ci Sultan Məhəmməd Səlcuqi da qəbri deyilir buradadır ki, bu gündədir və yetişirlər, istirlər yetişərlər. Bilməm, bizim sinimiz, ömrümüz qət verəcək bura görək. Görün, ayı yerlərdə olsaydı bura nə baxışda baxardılar.